Avtomat müəllim, 4600 nömrəli dinləyici yazır bizə ki, bizə yazır ki, Avtomat müəllim, Ramal danışdı, dedi, o ester. Ester nədir? Yağın tərkibindəki esterlə bağlı bilginiz varsa zəhmət olmasa deyin, sizdən eşidək. Bəli, ester barəsində məlumat verir. Sən də tez-tez vurğulayırsan ki, manol yağlarının üstünlüyü nə deyirsən? Ester texnologiyası. Ester texnologiyası nədir dostlar? Ester yağın tərkibinə vurulan 5-ci qrup baza yağıdır. Yəni bu baza yağı hər yağın tərkibinə vurulmur. Niyə vurulmur Ramal bilirsən? Niyə vurulmur? Çünki xam mal olaraq qiyməti çox bahadır. Yəni, əgər o ester, 5-ci qrup baza yağı yağın tərkibinə vurulursa, yağın qiymətini 70%-dən çox təsir edir. Yəni, yağın qiyməti 70%-dən çox qalxır. Yəni, ester texnologiyasının üstünlükləri nədir dostlar? Bax, bunu məni diqqətlə qulaq asın. Mühərrikdə ester texnologiyası nəyi baş verir? Əgər o yağın tərkibində 5-ci qrup baza yağı ester varsa, esterin parçalanma müqaviməti çox yüksəkdir, Ramal. Əgər bir 3-cü qrup yağın, neftdən alınmış baza yağın, bir yağın parçalanma müqaviməti hər kiloqram santimetrə düşən yükę bərabər deyirəm. 950 kiloqram santimetr kvadratda yağ parçalanır. Yəni, bir maşındır, çıxmısan onu sport rejimində sürürsən, maşını qovursan, ağır rejimdə yağ neyinir? Yağ iki yağ metalda yağ təbəqəsi yaradaraq dəmirin dəmirə sürtünməsinin qarşısını alır və mühərrikdə soyutma sistemi yerinə yetirir. Antifrizdən qabaq mühərrikdə soyutma sistemini yerinə yetirən yağdır. Esterin parçalanma müqaviməti 22 mindir. Baxın, 950 kiloqram kvadrat ara düşən yük parçalanma müqaviməti 22 min ara. Yəni, bir yağın tərkibində poliol ester varsa, sən mühərriki nə qədər aqressiv sürürsən sür, sənin mühərrikinin detalında aşınma riski sıfırdır. Ona görə də bütün yarış maşınlarında, avtomobillərində, bütün yarış maşınlarında poliol ester tərkibli yağlardan istifadə edirlər ki, o yüksək dövrlər sayında, o yüksək temperaturda yağ orada mühərrikdə detallarında aşınma verməsin, mühərrik dağılmasın. Bu birinci növbədə. İkinci növbədə esterin çox güclü yuyuculuk qabiliyyəti var. Mühərrikin içini naqar vermir. Mühərrikin içinə palçaq qurum yığmır. Motorun içi tərtəmiz qalır. Metal adamın üzərinə parıldayır. Əgər sən ester tərkibli yağdan istifadə edirsənsə və esterin yüksək temperatura dözümlüyü var ki, bu yüksək temperaturda da yağın birinci düşməni nədir? Yüksək temperatur. Yağ yüksək temperatura məruz qalanda yanır, çox berbat iyi verir və mühərrikin içinə qurum yığır. Bax, yüksək temperatura dözümlü olduğuna görə bu esterin bax belə böyük üstünlükləri var ki, ester tərkibli yağlar ümumiyyətlə çox da uzun kilometraj sürə bilirsən. Bu da manolda da var. Manolun bütün yağları ester texnologiyasıdır. Hər manolun bir çox yağlarında ən azından 5%-ə qədər hər bir yağın tərkibinə poliol ester vurulur. Ona görə də bir də deyirəm ki, çox yağlar bu poliol ester texnologiyasından ona görə istifadə edə bilmirlər ki, məhsulun xam mal, yəni qiymət çox bahalanır. Üstəgəl Avtomat müəllim dediniz, plug-in hibridlər üçün ümumiyyətlə bu esterin olmağı çox belə deyək də yüksək göstərici deməkdir. Niyə? Çünki daimi orada o tərkibində bayaq dediniz yağlanmanı. Poliol ester olmalıdır. Bax, deyim də sənə, plug-in hibrid avtomobillər ağır rejimdə sürülən motorlardır. Çünki niyə? Plug-in hibrid avtomobillər gün ərzində sürüş tərzindən asılıdır. Yüzlərlə dəfə sönüb yanır. Bir dəfə, bilirsən, bu məlumatı Ramal sənə verim. Bir avtomobilin bir dəfə xodlanması, sönüb yanması sadə atmosferli mühərrikin 90 kilometr yol qət eləməsinə bərabərdir. Görün nə qədər fərq var. Plug-in hibrid avtomobilin bir dəfə sönüb yanması sadə atmosferli mühərrikin 90 kilometr yol qət eləməsinə bərabərdir. Görün nə qədər naqruzka düşür bu mühərrik. Sönür, yanır. Demək, burada nə baş verməlidir? Burada sintetik yox, full sintetik yağ olmalıdır. Və tərkibində poliol ester olmalıdır ki, bax, mühərrikdə plug-in hibriddir. Yağ söndü. Mühərrik söndü. Sönən kimi yağ nə baş verir? Yağ süzülür karterə. Düzdürmü? Karterə süzülən yağ. Əgər nə baş verir süzülən yağ? İstimat yağdır, sönən kimi başlayır soymağa. Yağ soyanda nə baş verir? Qatılaşır. Düzdür? Amma
bax nəyə görə deyirik plug-in hibrid avtomobillərdə 0.16, 0.20 full sintetik olmalıdır. Full sintetik yağların donmaya qarşı müqaviməti -50 dərəcədən yuxarıdır. Yəni yağ gec soyuyur, duru qalır daima motorda və ani xodlanma zamanı orada saniyənin 0.10 var. Geciksə orada o mühərrikin detallarında aşınma verə bilər, kolçalarda qızıb yapışma baş verə bilər. Poliester nə edir? Poliester yağ karterə süzüləndə metalda yapışıb qalır. 3 sutka mühərrikin detallarında motorda üst hissədə poliester yapışıb qalır. Süzülmür karterə. Və mühərrik ani işə düşmə zamanı o yağlama artıq metalda keçir. poliester onun üzərində olduğuna görə mühərrikin detallarını aşınmadan qoruyur. Xüsusən də plug-in hibrid avtomobillərin dərmanı əsl mühərrik yağı tərkibi poliester olan yağlardır. Bu da Manolun Çina yağları gəlib, Çin seriyası olan yağları gəlib ki, Çin yağlarına var. Bu xüsusi texnologiya ilə, bax mən dediyim texnologiya ilə hazırlanıb. Yəni bu o biri yağlardan deyil. Adi atmosferə tökülən 530-540 yağı deyil. Bu tamamilə bir fərqli yağdır ki, bax yeni dedim. Plug-in hibrid avtomobilin bir dəfə sönüb yanması adi atmosferli mühərrikin 90 kilometr yol qət eləməsinə bərabərdir ki, gör bu nə qədər baş verir. 90 kilometr adi bir dəfə sönüb yanması. Aslan təşəkkürlər. Elə Esterin bu belə bir deyək də o açmasını, tərifini dediniz. Minnətdaram sizə. Təbii ki, elə danışacağıq. Ester texnologiyası barəsində Ester texnologiyası nədir? O bilsinlər, məlumatı olsunlar. Ramal bəy, mən Aftil bəyin sözlərinə əlavə etmək istəyirəm. Aftil bəy çox gözəl vurğuladı. Mən Almaniyada bir proqramla işləyirdim. Ehtiyat hissələrini oradan alıram. Çox vaxt alırdım və sifariş edirdim. Yəni biz Almaniyada motor doktorası saytı kimidir elə bir. Bəli, motor doktorası saytına daxil oldunuz. Burada istədiyiniz məhsulu sifariş eləyin. Özü, bəli, motor doktoru sadəcə burada motor doktorda avtomobilin yağları, onların yəni başqa yağları, başqa ehtiyat hissələri də var. Hə. Mən burada indi istəyirəm sizə göstərəm ki, bir şeyi göstərəm ki, Manolun yəni faktiki olaraq Manolun duruşu, yəni çeşid barəsində Manol neçənci yerdə durur. Zəhmət olmasa qoyun açılsın. Bu dəqiqə açılmışdı, sadəcə bağlandı. Çünki bayaqdan proqram. Baxın. Manol birinci yerdədir. Mikrofona zəhmət olmasa yaxın. Manol ver mən əlimdə baxım, siz danışın. Baxım görüm mənə o nədir. Bəli, Manol birincidir, birinci yerdədir. Sonra nə gəlir ikinci yerdə? Ad çəkməyin. Çək, nə var ki orada? Yuxarıda hissədə görürsünüz ardıcıllığı. Ən birinci yerdə. İndi gördüm. Açığı Manolu birinci gördüm, o birisiləri sonra görmədim. İndi o birisilər indi gəldi. Manol birdədir. Buradan hətta deyə bilərəm. Castrol 2-dədir. Sonra Lugumoildir. Sonra Mobil yağıdır. Daha Almaniyadan çox satılan. Ən çox satılan isə birinci yerdə Manolun məhsullarıdır və bu sıralama belədir. Vüsal Ustanın göstərdiyi bizə o hansı ki məhsulları sifariş verəndə ən çox satış təxminən səhifədə Vüsal Usta. İndi mən burada baxıram, səhifədə 64% Manolun məhsulları satılır. Bəli. Çünki bilirsən niyə? Həm keyfiyyətlidir, həm də digər məhsullara baxanda qiyməti ucuzdur. Həm də minus 34%, 34% skidka verir. Və onu deyirəm də qiyməti o bilir Avropada da ona çox böyük bir əhəmiyyəti var. Avropada skidkaya. Və həm də bu Manolun, mən sizə bir dənə söz deyim, Manolun faktiki olaraq özünün öz daxili keyfiyyətinə görə Avropada çox nətər deyim, önəmli yerdədir, bəli. Yəni mən sadəcə bunu göstərmək istəyirdim ki, sizə ki, nəinki Azərbaycanda, elə həm də Avropada, xarici dövlətdə görürsünüz, burada sıralama Motul var, Mobil var, Shell var, Elif var. Baxın. Baxdım onların hamısına baxdım. Çox yağlar var. Sonra orada vardı, çox markalar vardı. Bu sayt, bu application Manola aid deyil ha. Bilirəm. Ümumi saytdır. Necə ki Almaniyada alış saytı da belə deyək. Oil marketdir Almaniyada. İlk yəni yağların hansı yağlar çox alınır onun. Təşəkkürlər elə Manola düşür, çünki Manol 20 ildir də bizim ölkəmizdə də satışdadır və bunu Aftil müəllimin hətta ki yağlama mərkəzindən, bizim Vüsal Ustadan, Bakı Ələcz mərkəzindən, ümumən paytaxt ərazisində istədiyiniz yerdə yağlama mərkəzləri də var ki, oradan da sifariş edib Manol yağları. Çünki texnologiyaya görə, Ester texnologiyasına görə, çünki keramik yağlarına görə sürücülər onun keyfiyyətini görürlər. Bəli, bəli.